Qazax Diyarşünaslıq Muzeyi öz zənginliyi ilə hər zaman diqqət mərkəzində olub. Muzeyin direktoru Alışanova Gülnaz jurnalistlərə açıqlama verərək deyib ki, burada 2500-dən çox eksponat saxlanılır. Həmin eksponatlar antik dövrdən bugünədək böyük bir tarixi dövrü əhatə edir. Diyarşünaslıq Muzeyi 1986-cı ildə Novruz bayramı ərəfəsində açılışı olmuşdur. O dövrdən bu dövrə qədər, bugünkü günümüzə qədər deməli xalqımızın xidmətindəyik. Deməli, Qazax rayonunun əlverişli təbii coğrafi şəraitə malik olması lap qədim zamanlardan bu ərazilərdə insanların yaşaması üçün əlverişli şərait yaratmışdır və ta qədim dövrlərdən bu ərazidə bizim babalarımız yaşamışlar. Muzeyin direktoru Gülşən Alışanovun sözlərinə görə burada saxlanılan eksponatların əksəriyyəti muzeyə bağışlanılıb, bir qismi isə alınıb. Muzeyə gələnlərin sayında isə ötən ilə nisbətən artım müşahidə olunur. Xatırladaq ki, Qazax Diyarşünaslıq Muzeyi 1984-cü ildə yaradılıb və ən zəngin tarixi muzeylərdən biri hesab olunur. Deməli, çalışır ki, Qazax Tarix Diyarşünaslıq Muzeyi son dövrlərdə bir sıra tədris müəssisələri ilə, orta məktəblərlə, kollec, ali məktəblərlə müqavilə əsasında işləyirik, müqavilələr bağlamışıq. Bir sıra tarix dərslərinin deməli muzeydə keçirilməsinə şərait yaratmışıq və bunu təmin edirik.